ən prikolu nədir? Elə bir günə ki, o müharibəni başlayarlar səhər, gecə, səhər saat 5-də. Biz necə başladıq? Ya faşistlər necə başladı? Bunlar elə bir işə gedirlər, səhər saat 9-da. Prikollar, səhər saat 9-da müharibəni başlayır. Özü subota. Salam aleyküm. Gəl və sakit deyəm. Azərbaycan şəxsiyyətinə salam, hər vaxtınız xeyirli olsun. Neçə həftə idi biz videoları hazırladıq və deyildik ki, başlayacaq. Başladı. İlk 72 saatdan söhbət eləyə bilərik. Düz ikili miqdarda məlumat var, amma onların hamısı bir yerdə toplayanda burada olsun. Toplayanda bəlli olur ki, söhbət heç də 12 günlük müharibənin ssenarisindən getmir. Məhz 12 günlük müharibə ilə bağlı mən sürət hazırlığında demişdim. Orada heç kim qalib gəlməyib ki, bunun ardını gözləyin və dediyimiz kimi də oldu. Paralel aparam, bizə Tovuz döyüşləri oldu, ondan sonra 44 günlük müharibə, orada da 12 günlük döyüş oldu və bu da onun nəticəsi. Nə baş verdi? Dərhal demək lazımdır ki, əməliyyat Xameneyinin öldürülməsi ilə başladı. Çünki bu dəqiqə İsrail-Amerika Birləşmiş Qüvvətlərinə lazım olan liderlərin aradan götürülməsi idi və bu ana qədər 48 nəfər lider Xameneyi başda olmaqla aradan götürülür. Burada generallar, burada siyasi liderlər, burada dini liderlər, bütün bunların hamısı var və onların hələ də vurulması davam edir. Amerika ilk olaraq bir neçə ay müddətində Xameneyinin bütün hərəkətlərini izlədi və məqamını tutanda zərbə endirdi. Və bu məqamda fikir verin, hansı ana gəldi çatdı. Belə bir məlumatlar var idi ki, İranla Amerika arasında keçirilən görüşlərdə razılığın əldə olunmasına doğru hansısa addımlar gedir. Yəni, belə. Və o gedən kimi hop, başladılar. Və nəticələri göz qabağındadır. Bu dəqiqə durub demək olmaz ki, kimdə hansısa böyük bir üstünlüyü var. Əslində qalsa demək olar, amma onu deyən kimi dərhal da fars başlar, corablarını çəkəcəklə başlarlar ki, yox, düz demirsən, bu dağı dağıdırlar. O dağıdırlar məsələsinə bir balaca aydınlıq gətirmək istəyirəm. Bəli, İranın gücü az deyil. Bəli, İranın ballistik, hipersəs, qanadlı raketləri var, onlarla zərbələr də endirir. Amma bu zərbələr hara dəyir? Birinci real zərbələri götürək ki, Bəhreyndə, Omanda, Qətərdə, Küveyt istiqamətində Amerikanın müəyyən hərbi bazalarını vura bildilər. Amma maksimum 2-3 baza vurulub. Və bu bazalardan ikisindən Amerika artıq öz qüvvələrini çıxartmışdı. Yadınıza deyilsə bir daha yadınıza salım. Amerika müəyyən bazalardan qüvvələri təxliyə eləmişdi. Ki, qoy qalıb, vururlar, vursunlar. Və 3 bazadan ikisindən təxliyə eləmişdi. Və düz radar vuruldu, razıyam. Amma bir radarın vurulması hələ də Amerikanların və yaxud da ki, İsrailin dərhal daş atıb başını tutmasını nəticələnmədi. Yəni, vurdu da, canı sağ olsun. Biz hələ də işləyirik. İkinci bir tərəfdən artıq 3 Amerikalı əskərin və 8 nəfərin yaralanması, plus İsrailin ərazisində hərbi hava qüvvələri zabitlərinin görüşdüyü yerə raketlə zərbənin endirilməsi nəticəsində 7 nəfər ölmək şərti ilə 12 nəfərin yaralanması ilə nəticələnən bir partlayışda baş verdi. Yəni, İsraildə də zabitləri vura bilib İran. Bu da onların bir plusu kimi yazıla bilər. Amma atılan raketlərin mütləq əksəriyyəti mülki binalara dəyir. Fərq eləməz hara. Erməni necə ki atmırdı bizə 44 günlük müharibədə. Gəncəyə, Kürdəmir istiqamətinə, Bərdəyə, mülki obyektləri var. Vururdular. Bu dəqiqə farslar da onu edir. Raketi atırlar, hara dəyər məsələsidir. Yenə deyirəm, müəyyən hərbi obyektləri vura biliblər. Amma fikir verin, videolara baxanda dərhal görə bilərsiniz ki, Küveytdə, Əbu Dabidə, Qətərdə və bir sıra ərəb ölkələrində və onların şəhərlərində raketlər mülki obyektlərə dəyir. Düzdür, adını qoyurlar ki, orada Massadın agenturası var idi, orada CRU-nun agenturası var idi, orada ümumiyyətlə kəşfiyyat bölmələri var idi ki, işləyirdilər. Amma hər binada kəşfiyyatçı ola bilməz axı, agent ola bilməz axı, bunu da nəzərə almaq lazımdır. Və bu səbəbdən konkret olaraq atılan dron və raketlərin binalara dəyməsi bir məqamı da göstərir. İran silahlarının sayı çoxdur, amma keyfiyyəti
Bunu görmək mümkündür. Yəni söhbət dəqiqlikdən gedir. O nöqteyi nəzərdən demək olar ki, bəli, İran hələ də heç nəyə baxmadan hər yerə və hər kəsə atəş açacaq. Düzdür, ikinci bir tərəfdən demək lazımdır ki, müharibənin ilk günündə İranda qızlar məktəbinə raket zərbəsi endirildi və hələ də o dağıntıların altından balaca uşaqların meyitlərini çıxardılar və çox təəssüf ki, istər bu, istərsə ikinci bir tərəfdən belə mülki obyektlərin də zərbə altına qalması çox böyük bir faciədir. Amma indi onun ikinci bir paralelini gətirəcəm. Mən qəti istəməzdim ki, harada dəyir dəysin, amma balaca uşaqların məktəbinə raketin dəyməsi bu çox böyük bir səhv, cinayət. Səhv demək çox yumuşaq səslənir. Amma xəritəyə də baxanda görmək mümkün ki, həmin məktəbin həndəvərində Sepahın bazası var idi. O da var. Deməli, söhbət nədən gedir? Bir məqamı da fikir verin. İsrail öz mülki əhalisini qorumaq üçün hər yerdə sığınacaqlar tikib. Hətta evlərin içində belə zirehli otaqları var. Yəni, inanmayanlar bunu girib Google-dan axtarıb tapa bilərlər ki, İsraildə bu belədir. Adları da var. Böyük sığınacaq, balaca sığınacaq. Onlara Yahudi dilində də ad qoyublar konkret. Və sirena səslənir. Sirena səslənən kimi dərhal həmin o evlərə girib, o sığınacağa girib gizlənməyə çalışır. Söhbət Yahudilərin öz əhalisini qorumağından gedir ki, nə olur olsun qorumaq lazım. İtkiləri var, ölürlər. Amma əsas məqsəd insanları qorumaq. İranda nə edirlər? Məsud Pezeşkiyan çıxır, bəyanat verir və deyir ki, Tehranda hamı küçələrə axsın, hamı dua eləsin, hamı öz etiraz səsini qaldırsın. Sən bilə-bilə ki, Tehrana durmadan raket bomba zərbəsi endirilir. İnsanları küçəyə niyə çağırırsan? Sonradan onların qırılmasından istifadə etmək üçün. Fərqi görürsünüz burada necədir? Azərbaycan da 44 günlük müharibədə öz insanlarını qoruyurdu və ətraf kəndlərdə, cəbhə boyu ətraf kəndlərdə hər yerdə sığınacaqlar qazılmışdı və kəndlərdən biz insanlara çalışırdı ki, salamat məsafəyə çıxardaq. Düzdür, Gəncəyə, Bərdəyə atdılar, amma Gəncə, Bərdə cəbhə xətti deyildi. Bu tərəfi də var. Yəni, bunun ətrafında düşünə bilərsiniz. Amerikanın və İsrailin durmadan hələ də raket və bomba zərbələri endirməsi həm də nəyi göstərir? İlk gündən İranın hava hücumundan müdafiə qüvvələrinin müəyyən istiqamətdə dağıdılması böyük bir dəhliz açdı və Tehranın üzərində elə bu dəqiqələrdə də İsrailin hərbi hava qüvvələrində məxsus təyyarələri özlərini evdəki kimi rahat hiss edir. Bu artıq nəyi göstərir? Bu artıq onu göstərir ki, İranın hava hücumundan müdafiə qüvvələrində vəziyyət acınacaqlıdır. Hərçənd ki, orada S-300-lər var idi, Çin istehsalı olan hava hücumundan müdafiə sistemləri almışlar, onlar hanı mən bilmirəm, hələ də niyə səsləri çıxmır. İranın özünün istehsal elədiyi və uzaq məsafəyə atəş aça bilən zenit raket kompleksləri var idi. Onlar hardadır, onların səsi niyə çıxmır? Bilirsiniz niyə səsi çıxmır? Radioelektron mübarizə sistemi barəsində ki, daim danışırdıq, bax o tam qüvvəsi ilə işə düşüb, İranın radar və zenit raket komplekslərini kör eləyə bilib, istənilən informasiyanın qarşısını ala bilib, kiber hücumlar durmadan davam edir. İranın özündə internet tamamilə kəsilib. Bütün bunların hamısı kiber hücumların və gibrid müharibənin göstəriciləridir. Əlbəttə söhbət Amerikanın F-18 Growler təyyarələri, Hokaylar, onlar kəşfiyyatçıdır, amma eyni zamanda radioelektron mübarizə də apara bilirlər. Radioelektron mübarizəni aparan dronlar daim İranın üzərində asılıb qalır. Bütün bunların hamısı hava hücumundan müdafiə qüvvələrini bərbad vəziyyətə salıb. Niyə görə İran İsrailə və ərəb ölkələrinə raket dalğası ilə cavab vermir? 12 günlük müharibədə gün ərzində orta hesabla 120-140 raket atılırdı. Amma indi müəyyən intervallarla raketlər atılır. 5-i getdi, 3-ü getdi, biraz gözlədilər, yenə də 5-i getdi, biraz gözlədilər, yenə də 3 ədəd atdılar. Problem nədədir? Problem ondadır ki, artıq İran bir, buraxıcı qurğularının sayı azdır, onların hələ də sayını artıra bilməyib və onlar durmadan vururlar. 2, raket atılan kimi dərhal yerini dəyişməlisən ki, İsrail və Amerikan təyyarələri səni görməsin ki, bu da müşkül məsələdir. Videolarda hər halda görürsünüz ki, istənilən buraxıcı qurğu nəzarətlidir, bir şey olan kimi dank, raketin gəlir. Bu tərəfi də var və dronlara gələndə isə, bəli, dronları küllü miqdarda buraxmaq hələ də mümkündür. Dron raket kimi deyil, onu 20, 50, 60-ın birdən-birə atmaq elə də ciddi problem deyil. Hər halda söhbət şahidlərdən gedir ki, onlar böyük konteynerdir və konteynerin içindən birdən-birə 30-unu, 35-ini, 40-ını buraxa bilərsən, problem yoxdur. Yəni, o məsələ öz həllini tapıb. Bir sözlə, burada hələ də İranın hərbi potensialı var. Hələ də onlar öz bunkerlərində kifayət qədər raketləri qoruyub saxlaya biliblər və hələ də bu silahlardan təhlükə gözləməyə dəyər. Yetim ortalıqda qalan ərəblərdir və videolardan da göründüyü kimi ərəb də
Sözün əsl mənasında ərəbdir. Şurasında ki, onlar raket düşən halda gizlənməkdənsə, əldə telefon belə hırıldaya durub onu çəkmək nə deməkdir? Mən hələ də onu başa düşə bilmirəm. Hələ də anlamıram ki, onlar həqiqətən də o müharibə dəhşətlərinin nə olduğunu qavraya bilmirlər. İkinci bir tərəfdən bu adamlar daim yağbal içində böyüyüblər. Onlar nə bilsinlər müharibə nədir? O da var. Amma bundan sonra biləcəklər. Bundan sonra başa düşəcəklər söhbət nədən gedir. 3 gündür davam edir və bu 3 gün ərzində İranın artıq komandanlığı məhv edilib, düzdür, məhv edilməsinə baxmayaraq daim onların yerinə yeniləri gəlir və onların artıq axtarılması davam edir ki, onlar da məhv edilsin. Biri var ki, o indiki o Qüds komandanlığı, Qüds briqadasının komandiri. O çox maraqlı gəlir həmin şəxs mənə. 3 dəfə canını qutara bilib. Elə xəbərçilik kimi olmasın, xeyr ola bu 3 dəfə öz canını qutara bilib. Hamı qırıldığı məqamda. Yəni bu eyni zamanda o deməkdir ki, bəlkə də Amerikan gizli agentlərindən biridir ki, o Stirlitz kimi də. Stirlitz hər yerdən sağ-salamat çıxırdı, indi o da hər yerdən salamat çıxır. Larijani bəyan edib ki, mən Trumpla heç bir danışıqlara getməyəcəm və sona qədər mübarizəmiz davam edəcək və bundan sonra da mütləqdir ki, onlar bizdən çox güclü zərbələr gözləsinlər. Yeri gəlmişkən, dünən belə bir məlumat yayılmışdı ki, Abraham Lincoln aviadaşıyıcısına raket zərbəsi endirilib və vurulub. Bu mənə çox maraqlı gəldi ki, 2-ci Dünya müharibəsində bu tərəfə Amerikanın bir dənə də olsun aviadaşıyıcısı batırılmamışdı. Necə oldu ki, bunu batırdılar? Özə 4 raketlə. Və sonra xəbərlər öz təsdiqini tapdı ki, o raketlər heç təyyarə daşıyana, aviadaşıyıcıya heç yaxınlaşa belə bilməyiblər. Və bu daha çox reallığa bənzəyir. Səbəb də nədir? Aviadaşıyıcının ətrafında 3 qatlı hava hücumundan müdafiə sistemi mövcuddur və onu vurmaq hər kişinin işi deyil. Sovet dövründə hətta, Sovetin o bərk gedən dövründə, o Ustinovun müdafiə naziri olan dövrlərində hesablamalar aparılmışdı ki, bir Amerika aviadaşıyıcısını vurmaq üçün Sovet İttifaqı hansı qüvvədən istifadə eləməlidir. Hesablamalara əsasən bir aviadaşıyıcı qruplaşmanı vurmaq üçün, qruplaşmanın tək yox, tək aviadaşıyıcını vurmaq üçün Sovet İttifaqında minimum 2 aviapolk qalxmalıydı. Təsəvvür edin bu rəqəmlərdən 2 aviapolk söhbət bombardmançılardan gedir və onların hər birində minimum 2 raket olmalı idi. Söhbət Onyx, Granit və bu tip kimi raketlərdən gedir və onların birlikdə zalp atəşi, yəni yayılım atəşinin müqabilində ehtimallara əsasən 80-85% həmin o aviadaşıyıcını, yaxşı bir söz var, xosunva eləmək mümkün olardı. 2 aviapolk, Sovet dövrü, o qədər raket və sən 4 raketlə istəyirsən onu vurasan, biraz gülməli görsənir. Və həqiqətən də aviadaşıyıcı Abraham Lincoln məhz həmin o mümkün zərbədən sonra yerini dəyişdi. Səbəb, aviadaşıyıcı kötü deyil, yerində dayanmır, daim manevr edir. Çox böyük bir ərazisi var, dənizdir, heç bir maneçiliyi yoxdur, hava yaxşıdır orada, tufan yox, qasırğa yox. Çox rahat manevr eləyir və onu tapdın, amma tapıb onun koordinatlarını raketə yükləyənə qədər artıq öz yerini dəyişir. Və ən gülməlisi nədir ki, heç olmasa buna atırsan. Buna gəmi əleyhinə raketlər at ki, onlar idarə olunur, onlar hədəfi görür, onlar manevr etməyə imkanına malikdir. Axı ballistik raketlə gəmi vurmazlar. Yaxşı bir söz var, ay başınıza dönün. Manevr edən hədəfi manevr edən silahla sən vurmalısan. Ballistika şəhər vurmaq üçündür, böyük tərpənməyən obyektləri vurmaq üçündür. Bəli, onun üçün ballistikadan istifadə edirsən və bu çox gözəldir. Amma gəmi hərəkət edir. Ona görə də bax, belə bir şey də var. F-15 vuruldu. F-15 də İranın təyyarəsi deyil, Amerikanlıların təyyarəsi və Küveytin üstündə vuruldu və düzdür, deyirlər ki, onu friendly fire, dost ateşi ilə vurublar. Amma xəritəyə baxanda, məsələn, Küveytin üzərində vurulub, görmək mümkündür ki, Küveyt İrana çox yaxın bir məsafədə yerləşir və adi formada, hətta xətkeşlə belə götürüb ölçsək, belə Küveytin üzərində 227 kilometr, mən randomla bir nöqtə qoydum da burada, 227 kilometr. Bu, İrana Küveyt üzərində təyyarə vurmaq imkanını verir. Mümkündür, bəli, ola bilsin ki, vursunlar. Mən heç nə demirəm. Amma artıq başqa nöqtələrə götürəndə, bax, fikir verin, başqa nöqtələri götürdükcə 470 uzanır, 530, İranda o məsafədə, ümumiyyətlə, dünyada çox az ölkələrdə o boyda məsafədə bir təyyarəni vura biləcək raket kompleksləri var ki, onlar İranda yoxdur. Friendly fire da ola bilər, dost ateşi də ola bilər, İran da onun bir təyyarəsini vura bilər və vurmalıydı da 3 gündür İran döyüşür.
Bu 3 gündə Rusun sözü yaxşı söz var. Neujeli bir dənə təyyarə vura bilmədi. Vurulmalıydı da əvvəl-axır ki, vurdu vəssalam. Və Xameneyinin ölümündən sonra da vəziyyətin İranda nə dərəcədə dəyişdiyini mən deyə bilmərəm. Amma fakt, insanlar bir tərəfdən sevinir, bir tərəfdən kədərlənir. Və bunu da qəbul eləmək lazımdır əslinə qalsın. Allah rəhmət eləsin. Niyə görə Allah rəhmət eləsin deyirəm? Nə də olursa olsun bu insandır. Pis, yaxşı fərq eləməz. Orada biləcəklər ki, onu eləmək lazımdır. Amma hər bir halda biz yalnız və yalnız Allah rəhmət eləsin deyə bilərik. Başqa heç nə deyə bilmərik. Azərbaycanla bağlı həmişə düşünürlər ki, Azərbaycana nə olacaq və s. Azərbaycan heç nə olmayacaq. Bizdə hər şey qaydasındadır. Bizdə hava hücumundan müdafiə sistemi bu dəqiqə bir nömrəli döyüş hazırlığındadır və Azərbaycanın səmasını çox aktiv formada qoruyurlar. Və hər şeydə məlumatımız var. Biz İranın səmasını da görə bilirik ki, orada nələr baş verir. O səbəbdən biz özümüzü müdafiə edirik. Sərhədlər bağlı və Azərbaycana hansı bir qüvvənin keçməsi mümkün deyil. Kərimə dövlətini yaratmaq istəyən o bir dənəsi var idi, belə porsuq sifət. Səsi çoxdan da çıxmır onun. Sonra bir dördgöz var idi. Onun səsi çoxdan da çıxmır. Adları yadında deyil. Amma onların tör-töküntülərinin səslərini eşitmək olur. Hətta Azərbaycanda belə. Və bu nöqteyi nəzərdən yenə edirəm. Burada söhbət mən müsəlmanam və ona görə də İranın tərəfində olmalıyamdan getmir. Xeyr. Sən Azərbaycanlısan hər şeydən əvvəl və Azərbaycanın tərəfində olmalısan. Ona görə də elə boş-boş nağılları atın bir kənara və yalnız Azərbaycan nöqteyi nəzərindən çıxış edin. Çünki Azərbaycana hansısa bir raket atılsa, o raket baxmayacaq ki, bu filan kəs mənim tərəfimdə idi, onun evinə düşməyim. Sənin də evivə düşə bilər və səni də həmin o qız məktəbi kimi raketin qalıqları altına parça-tikə eləyə bilər. Ona görə də Allah və şükür elə gələn ki, Azərbaycanda yaşayırsan, söhbət o fars başlardan gedir. Və Allah və şükür elə gələn ki, sakitlikdəsən. Ağzın isti yerdədir. Çox belə rahat hiss edirsən özünü, amma tələsmə. Problem yoxdur. Nəysə belə, ilk 3 gündə baş verən hadisələr budur və burada artıq söhbət paritsetdən və yaxud da ki, ralitsetdən və başqa setlərdən getmir. Burada İsrail və Amerikanın İranı çox güclü surətdə vurmağından gedir ki, 4 həftə ərzində bu əməliyyatlar belə intensivliklə davam etsə, yeri gəlmişkən Fransanın Charles de Gaulle aviadaşıyıcısı da gəlir şərəfə. Yəni biz tərəfi yox, Aralıq dənizində. Bu da çox vacib qüvvələrdən biridir. İstisna etmək olmaz ki, Böyük Britaniyanın təyyarələri artıq zərbə əməliyyatlarına qoşulsunlar. Onlar hər iki müdafiə əməliyyatlarındadılar və belə getsə, Birləşmiş Səudiyyə Ərəbistanının müharibəyə qoşulması və Kanadanın müharibəyə qoşulması mümkündür. Onlar artıq müharibəni elan ediblər İrana qarşı, amma aktiv qoşulmalarını da gözləmiyorlar və belə olan halda İran 4 həftə ərzində İranı nələr gözləyir, mən qorxuram deməyə. Ona görə də ilk 3 gündə vəziyyət hələ ki, İsrail və Amerikanın istədiyi senaryo. Düzdür, vurulan, ortalıqda qalan ərəblərdir, onları vururlar. Amma fakt hər şey məhz Amerika və İsrailin istədiyi senaryo üzrə gedir. Çalışacaq videolarımızı tez-tez bizə göstərək. Jarvis Talət edir ki, mütləq abunə olun ki, hər gün sizə hansısa bir videonu göstərə bilək və xəbəriniz olsun söhbətlərə gedir. Salamat qalın, əsas oldu.